Azərbaycan üçün təbii, xarakteri qarpızın mövsümü iyul ayının 15-dən başlayaraq avqusta daxil olmaqla bu təbii mövsümü hesab olunur. Bundan əvvəl satışda olan qarpızlar qeyd etdiyiniz kimi ya süni şəkildə yetişdirilən və yaxud da müəyyən gübrələrdən, hormonlardan istifadə olunan yetişdiriləndir və bəzən də olur ki, isti ölkələrdən gətirilən qarpızlar olur. Bunlarda əgər bütün qaydalara əməl olunsa, təbii ki, sağlamlıq üçün təhlükəsiz olmalıdır və hər hansı bir zəhərlənmə faktı olmamalıdır. Amma nəzərə alaq ki, hər bir halda istər kimyəvi maddələrə qarşı, istər onun tərkibində istifadə olunan, bəzən də daşınması üçün uzaq ölkələrdən xarab olmaması üçün istifadə olunan maddələr var ki, bunlar az yaşlılarda, yuxarı yaşlı insanlarda, xroniki xəstəliyi olan insanlarda, immun sistemi aşağı olan insanlarda hər hansı bir allergiyaya və yaxud da həzm problemlərinə səbəb ola bilər. Digər bir məqam isə mütləq şəkildə biz qarpızı alarkən onun sərin yerdə saxlanılmasına diqqət etməliyik. Çox gözəl qeyd etdiniz ki, biz də keçmiş zamanlarda alanda çarpayının altına və yaxud da ki, sərin qaranlıq yerdə saxlanmasına diqqət edirik. Çünki əgər evdə kəsilmədən saxlayırıqsa, bunu 20 dərəcəyə qədər olan temperaturda saxlanılması önəmlidir. Ancaq kəsildikdən sonra 4 dərəcə altında olmalıdır. Mütləq şəkildə də kəsildikdən sonra qısa müddətdə yeyilməsi ən önəmli faktorlardan biridir. Digər bir məqam isə bəzən olur ki, xüsusilə də evdar xanımlar bəzən özləri artıq bu məhsullardan istifadə edir deyə və yaxud da bıçaqlarda düşünür ki, hər hansı bir təhlükə ola bilməz. Doğrama bıçaqları, doğrama səthi təmiz olmur. Bəzən olur ki, tutaq ki, qarpızı yumadan doğrayırlarsa, daşınma zamanı hər hansı bir çirklənməyə məruz qalıbsa, bu onun daxilinə nüfuz edir və belə olan halda da mikrobioloji çirklənmə üçün əlverişli şərait yaradır ki, bu da ən önəmli faktlardan biridir. Məsədə xanım, deməli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı da bir video çarx paylaşıb və həmin o video çarxda da bir çox nüanslara toxunulur. Təbii ki, biz də burada müzakirə edirik, qarpızla bağlı məsələlərə diqqət yetiririk ki, çünki qarpızdan demək olar ki, mürəbbəyə qədər hazırlanır qabığından. Yəni, qarpız ümumiyyətlə atılmır da, tam olaraq yeyilir, bitirilir və ona görə də çox diqqətli olmalıyıq ki, sonu ölümlə bitəcək hər hansı bir hadisə baş verməsin. Və hal-hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məhz bu mövzu ilə bağlı, qarpızla bağlı video çarxı var və istəyərdik ki, həmin o video çarxı müraciəti sizə təqdim edək. Buyurun. Bəzən insanlar qarpız yedikdən sonra narahatlıq hiss edir, həzm problemləri yaşayır ki, bu da öz növbəsində qarpız təhlükəlidirmi sualını ortaya çıxarır. Bu videomuzda qarpızla bağlı yayılmış yanlış fikirlərə birlikdə aydınlıq gətiririk. İctimaiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri budur ki, qarpızdan zəhərlənmənin əsas səbəbi onun tərkibindəki nitratlardır. Qeyd etmək lazımdır.